Mavi gilə. Dadını çox bəyənməsəm də, adını və görünüşünü çox bəyənirəm və şokoladlarda da çox estetik qaldığına inanıram. Buna görə də bugünkü şokoladlarımızda mavi gilə istifadə edib görünüşünü sizə göstərmək qərarına gəldim və prosesi bu şəkildə davam elətdirirəm. Şokoladlarımızı əridib qəlibə əlavə etdiyim mavi gilələrin üzərindən şokolad əlavə edəcəm. Bu proses o qədər də çətin deyil, yəni istənilən şəkildə hazırlamaq mümkündür. Rahat və sadə üsullarla hazırlaya bilərsiniz. Qəlibdən çıxartdıqdan sonra isə sehirli toxunuşları edərək üzərindən qızılı boyalarla keçirəm. Bu isə məhsula biraz daha premium bir görüntü bəxş edir. Və siz necə bu şəkildə olanda bəyənirsinizmi? Bu arada sizə qeyd etmək istəyirəm ki, bizdə 5 fevral onlayn şokolad təlimi start götürəcək və sən də evdən çıxmadan onlayn şəkildə belə şokoladlar, sadə şokoladlar hazırlamağı öyrənə biləcəksən. Qeydiyyat üçün mənə yazmağınız kifayətdir və sonda isə sizi əl işi ilə baş-başa buraxıram. Hələlik fikirlərinizi bölüşməyi unutmayın.